hansı yas məclisinə gedirəmsə 70%-də mənə müraciət olunur ki, ölüm kağızını ala bilmirik. Böyük bir problemdir. Səbəb də budur ki, bununla bağlı qanunvericilik mürəkkəbləşdirilir, çətinləşdirilir. Demək, təcili yardım çağırmalısan, o ölüm faktını təsdiq etməlidir. İndi elə olur ki, tutaq ki, bir kimsə ölür, çağıra bilmirlər, ya başı qarışır. Heç kim belə bir vəziyyət yaranıb ki, insanın ölüsü ölə bilər və görür ki, bunun başında əsir. Bu öləcək və bilir ki, bunu xilas eləyə bilmərəm. İndi bu həmin vaxtı ölüsünü kənara atıb düşünməlidir ki, mən bunu necə imkan yaradım, bunu necə öldürüm ki, mən sonra bunun ölüm kağızını ala bilim. Belə bu ən əcaib yanaşmalardan biridir. Yəni indi bir çox insanlar kimsə xəstələnəndə düşünür ki, mən bunun ölüm kağızını birdən öldürüm kağızını necə alacağım, mən hara çağırım, necə eləyim? Bu ölüsünü unudur, başlayır o barədə düşünməyə. Çünki sonradan ölüm kağızı, sonra ölümlə bağlı verilən pul almaq üçün vaxtında müraciət eləməlidir. Bütün bunlar əcaib formaya salınır. Və məsələ burasında da sonradan deyirlər, çünki səndən sonra deyirlər, sən getməlisən, məhkəməyə müraciət eləməlisən. Mən də bunu başa düşürəm, bunu dövlət onun üçün etməyib insanların incitsin. Dövlət bunu ona görə edib ki, bu qanunlar ona görə çətinləşdirilib ki, əgər bu səbəbi bilinsin ki, bu insan kimsə öldürür, kimsə zəhər verir, bəlkə öz yaxınlarını öldürmək istəyib ki, əmlakına sahib olsun. Yəni, o ölümün səbəbini bilmək üçün bunlar, bu çətinliklər yaradılıb. Amma indi bizim dədədən babadan gələn adət-ənənəmiz var da, bunun hər hansı bir, bunun kəndin, rayonun icra nümayəndələri var. Və onlar hər kəsi çox yaxından da tanıyırlar. Məhkəməyə də 3 gündən sonra gedəndən sonra məhkəmə deyir ki, get icra nümayəndəsindən kağız gətir. İcra nümayəndəsindən kağız gətirəndən sonra onun haqqında müsbət qərar çıxarır. Elə bunu əvvəl icra nümayəndəsi verir də o kağızı. İcra nümayəndəsindən niyə aldınız bunu? Təzədən əgər məhkəmə də icra nümayəndəsindən o kağız istəyirsə, bu məhkəməyə müraciət nəyə lazımdır? O icra nümayəndəsi bunu verir də, həll edir də. O baxımdan bu məsələdə yüngüllük lazımdır. Doğrudan da orada çox əndirabadi bir yanaşma var. O məsələ ilə bağlı mütləq şəkildə bir müzakirə olmalıdır, yüngülləşdirmə olmalıdır ki, buna hansı yolla həll etmək olar, asan yollarla. Mən demirəm ki, bunu indi asan eləmək, amma müzakirəsini keçirib asanlaşdırma yollarını tapmaq mümkündür və bu mütləq şəkildə həyata keçirilməlidir. Mən parlamentdə də dedim ki, Səhiyyə Nazirliyi, Təbii Aidiyyatı dövlət qurumları yığışmalıdır, bir ictimai müzakirə keçirilsin ki, bu sahəni necə mükəmməlləşdirmək, təkmilləşdirmək olar ki, insanlar bu cür problemlərlə üzləşməsinlər.